İsrail-Ərəb müharibəsi və Süveyş kanal krizi, İsrailin quruluşu və 1948-dəki Ərəb-İsrail müharibəsinin ardından 4 illik bir sükunət bölgəyə hakim olsa da, 1952-ci ilə gəldikdə bölgədə yenə sabitlik pozuldu. Bu dövrdə Misirin azad bir dövlət olmasına baxmayaraq, dövlətə məxsus Süveyş kanalı Qərb dövlətlərinə, xüsusilə də Fransa və İngiltərəyə məxsus şirkət tərəfindən idarə olunurdu. 1952-ci ildə Misirdə Camal Abdülnasir hakimiyyətə gəldikdə, Misir iqtisadi və hərbi olaraq inkişaf etdirmək istədi. Buna görə də Qərb dövlətlərindən kredit istədi. Ancaq Qərb İsraili dəstəklədiyi üçün bunu qəbul etmədi. Nəticədə dövlət yüksək gəlirli Süveyş kanalını həll yolu kimi gördü. Misir Süveyş kanalında Qərb hakimiyyətinə son verərək buranı özəlləşdirməyə və kanal xərclərinin də Qərb şirkətinə ödənilməsinə qərar verdi. Ancaq Fransa və İngiltərə buna çox sərt reaksiya verdilər. Çünki Qərbə gedən neftin çoxu bu kanaldan daşınırdı və kanalın gəlirləri də olduqca yüksək idi. Nəticədə iki dövlət Parisdə bir araya gələrək işğal planları qurmağa başladı. Bu plana əsasən İsrail Misirə hücum edəcək, Fransa və İngiltərə də qüvvələri və güya vəziyyəti nəzarət etmək bəhanəsi ilə Misirə daxil olacaq və Süveyş kanalını yenidən ələ keçirəcəkdi. Beləliklə də plan uyğulanmağa başladı. 29 oktyabr 1956-cı ildə İsrail Sina yarımadasını işğala başladı. Fransa və İngiltərə vəziyyəti nəzarət etmə bəhanəsi ilə əraziyə qüvvələr göndərdi və Misirə müharibəni bitirməyi təklif etdi. Misirin bu təklifi rədd etməsinə baxmayaraq, müttəfiqlər Misiri öncə havadan bombardıman etdi. Daha sonra da qüvvələri və quruya çıxarma edərək Misir ordusunu asanlıqla məğlub etdi. Beləliklə də Süveyş kanalına nəzarət yenidən Fransa və İngiltərəyə keçdi. Ancaq müttəfiqlərin nəzərə almadığı çox ciddi bir problem var idi. Misir dövləti Sovet dövləti və müttəfiq idi və Sovet hakimiyyəti buna çox sərt reaksiya verərək müttəfiqlərə nota göndərdi. Notaya əsasən, əgər müttəfiqlər Misiri tərk etməzlərsə, London və Parisə nüvə bombası atılacaq və iki dövlət də məhv ediləcəkdi. Bu təhdid qarşısında çarəsiz qalan Fransa və İngiltərə qüvvələrini təcili bir şəkildə Misirdən çəkdi. Beləliklə Süveyş krizindən Ərəb dünyasının lideri olaraq Misir çıxdı. Ancaq İsraillə gərginlik yenə də davam edirdi. Ərəb dünyası yeni bir müharibə təbilinin çaldığını anlayırdı. Buna görə də tərəflər yenidən hazırlanmağa başlamışdı. 5 iyun 1967-ci ildə İsrailin hava qüvvələrinin tamamına yaxını havalanaraq Misirin hava qüvvələrinə zərbə endirməyə başladı. Və hikmətdə isə eyni gün onsuz da çox zəif olan Misir hava müdafiə sistemləri səbəbi bilinməyən bir şəkildə də bağlanmışdı. İsrail təyyarələri beləliklə 300-ə yaxın Misir təyyarəsini məhv etdi və 100 qədər də pilotu öldürdü. Misir demək olar ki, bütün hava qüvvəsini itirdi. İsrail isə bu hücumda sadəcə 19 təyyarəsini itirdi. Ardından Misir Sina yarımadası və Qəzzada müqavimət göstərə bilmədi və sürət və geri çəkilməyə məcbur qaldı. Və bu dövrdə də Misir İsrailin qısa müddətdə bu qədər güclənməsinin İngiltərə və Amerikanın dəstəyi ilə olduğunu bildirdi. Digər tərəfdə Yordaniya 300 tank və 50 min civarı qüvvə ilə hücuma keçdi. İsrail 40 min əsgər və 200 tank var. Bu cəbhədə Yordaniyaya qarşı döyüşə başladı. 5 iyunda Qüdsə hücuma keçən Yordaniya havadan da İsrail hava qüvvələrinə zərbələr endirməyə başladı. Ancaq bu kiçik bir itkiyə səbəb oldu və İsrail qarşı hava hücumları ilə bu səfər də Yordaniyanın hava qüvvələrinin çox böyük bir qismini məhv etdi. Hava üstünlüyünü itirdikdə sürət və geri çəkilməyə məcbur qalan Yordaniya Qərbi Şəryanında tərk etməyə məcbur qaldı. Şimalda isə Suriya Qolan təpələrində İsrail ilə qanlı bir müharibəyə girdi. Ancaq İsrailin hava hücumu yenə də hər şey dəyişdi və İsrail Qolan təpələrini ələ keçirdi. Beləliklə də İsrail 1967-dəki 6 günlük Ərəb-İsrail müharibəsindən sonra
torpaqlarını 3 dəfəyə yaxın böyütmüş oldu. Bundan sonra ümidsizliyə qapılan ərəblər ümidlərini Birləşmiş Millətlərin və Sovet və Amerikanın görüşmələrinə bağladı. Ancaq buradan da bir nəticə çıxmadıqda yenidən ciddi bir şəkildə müharibəyə hazırlaşmağa başladılar. 1973-də Misirin 700-800 min aralığında, Suriyanın 150 min, İraqın isə 30-40 min aralığında əskəri var idi. İsrail isə bu qüvvələrə qarşı 400 mindən biraz çox əskərə sahib idi. İsraillərin ən böyük bayramı olan Yom Kippur bayramında Suriya və Misir qüvvələri Golan təpələrindən İsrailə hücuma keçdilər. Ancaq İsrail müdafiə planını yaxşı qurmuşdu və bu qüvvələri dayandıraraq onları geri çəkilməyə məcbur buraxıb, Suriyanın da 20 kilometr qədər içlərinə irəliləyərək buranı işğal etdi. Misir cəbhəsində Misirlilər Süveyşi keçərək İsraili 10-15 kilometr geri çəkilməyə məcbur buraxdı. Ancaq İsrail Suriya cəbhəsində istədiyini almışdı və qüvvələrini Misir cəbhəsinə yönləndirdi. Beləliklə də Misiri Süveyş kanalının qərbinə doğru itərək Süveyş kanalını keçdi. BMT bir neçə dəfə atəşkəs qərarı qəbul etsə də İsrail bunların heç birinə məhəl qoymadı. Ancaq sülh məramlarının gəlməsi və atəşkəsə uymağa məcbur qaldı. Bu hadisə sonrası Ərəb dünyası qərb dövlətlərinə qəzəblənərək başda Səudiyyə Ərəbistan kralı Faysal olmaqla qərbə qarşı neft sanksiyaları tətbiq etdi. Bu hadisə sonrası neft qiymətləri uçdu və qərb isə çox pis bir vəziyyətə düşdü.